Bu tip xəbərləri qaçırmamaq üçün kanalımıza abunə olun. Yeni həftəyə qədəm qoyuruq və bir çox insan üçün ən maraqlı suallardan biri budur. Bu həftə maliyyə baxımından bizi nələr gözləyir? Astroloji proqnozlara əsasən bəzi bürclər üçün fürsətlər bir qədər daha çox görünür. Amma unutmaq olmaz ki, bu cür proqnozlar dəqiq zəmanət deyil, sadəcə potensial imkanların artması kimi dəyərləndirilməlidir. Bu həftənin enerjisi ümumilikdə maliyyə mövzularında daha aktiv və diqqətli olmağı tələb edir. Bəzi bürclər əvvəlki zəhmətlərinin nəticəsini görməyə başlayacaq. Digərləri isə yeni qazanclar üçün fürsətlərlə qarşılaşa bilər. İndi isə həftənin ən şanslı bürclərinə daha yaxından baxaq. Boğa bürcü bu həftə maliyyə baxımından ən stabil və uğurlu bürclərdən biri hesab olunur. Əgər son dövrlərdə səbirli şəkildə çalışmısansa, artıq bunun nəticəsini görmək ehtimalın yüksəkdir. Bonus, əlavə gəlir və ya gözlənilməz pul axını mümkündür. Bu həftə xüsusilə maliyyə qərarlarında tələsməmək və mövcud imkanları düzgün qiymətləndirmək sənə daha çox qazanc gətirə bilər. Sakit və planlı addımlar uğurun əsas açarı olacaq. Qız bürcü üçün isə bu həftə ağıllı qərarların və düzgün planlamanın ön plana çıxdığı bir dövrdür. Əgər xərclərini və gəlirlərini balanslı şəkildə idarə etsən, gəlirini artırmaq üçün real şanslar əldə edə bilərsən. Xüsusilə iş həyatında və ya freelance sahəsində yeni imkanların yaranması mümkündür. Yeni layihələrə açıq olmaq və detallara diqqət yetirmək bu həftə sənin üçün böyük üstünlük yaradacaq. Oğlaq bürcü bu həftə karyera sahəsində atdığı addımlara maliyyə nəticəsini görə bilər. Rəhbərliklə münasibətlərin yaxşılaşması, yeni layihələrə qoşulmaq və ya məsuliyyətli işlərdə özünü göstərmək gəlir artımına səbəb ola bilər. Əgər uzun müddətli planların varsa, bu həftə onların təməlini qoymaq üçün uyğun zamandır. Səbr və disiplin yenə də sənin ən güclü tərəfin olacaq. Rəbb bürcü üçün isə bu həftə bir qədər fərqli enerji müşahidə olunur. Riskli görünən amma düzgün hesablanmış addımlar sənə yaxşı qazanc gətirə bilər. İnvestisiya, əlavə iş və ya yeni gəlir mənbələri ilə bağlı fürsətlər ortaya çıxa bilər. Amma burada əsas məqam emosional qərarlardan uzaq durmaq və hər addımı düşünərək atmaqdır. Doğru strategiya ilə bu həftəni qazanc baxımından uğurlu keçirmək mümkündür. Ümumilikdə bu həftə maliyyə baxımından uğur qazanmaq istəyən hər kəs üçün əsas mesaj budur. Fürsətlər var, amma onları düzgün dəyərləndirmək sənin öz əlindədir. Planlı olmaq, riskləri ölçmək və tələsmədən qərar vermək ən doğru yanaşmadır. Fonda isə bir daha xatırladaq ki, astroloji proqnozlar sadəcə istiqamət göstərir. Əsas nəticəni isə sənin seçimlərin və atdığın addımlar müəyyən edir. Yeni həftədə hər birinizə uğurlar və bol qazanc arzulayırıq.